Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunan məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil layihəsinin yekun tədbiri Milli Xalq Oyunları Festivalı keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi qrant müsabiqəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Yarat Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə baş tutub. Bakı Şəhər İcra Hakimiyyəti, Azərsun Holding, Azərbaycan Milli İdman Növləri Assosiasiyası və Beynəlxalq Musiqi Tədris Mərkəzinin də tərəfdaş olduğu festivalda layihə iştirakçıları, müəllimlər və valideynlər iştirak edib. Milli Xalq Oyunları Festivalı çərçivəsində biz uşaqlar üçün müxtəlif milli xalq oyunlarından istifadə edərək güşələr yaratmışıq və onların əyləncəsinin təmin olunması üçün də müxtəlif güşələr yaradılıb ki, burada onlar həm rəqs nümunələri ilə tanış olmuş olacaqlar, eyni zamanda müxtəlif idman növləri ilə tanış olacaqlar və əminik ki, festivalın sonunda maraqlı və unudulmaz bir gün keçirmiş olacaqlar. Layihənin icrası müddətində fəallığı ilə seçilən müəllimlərə hədiyyələr təqdim olunub, şagirdlərə isə sertifikatlar verilib. Festivalın keçirilməsində məqsəd milli xalq oyunlarının təşviqi, yaşadılması və gələcək nəsillərə ötürülməsi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili və sosial bacarıqlarının inkişafına töhfə verməkdir.